Hayır, niye? Birinciden ya baktım getirmeyip anası çağırıp onu. Ondan yüzüm gülmeyip, evladım olmayıp. Ben ikinci defa sınıfmak istemiyorum. Ben demek, benim sözüm buradan demeyim ki ben ondan ayrılmaydım. Ayrıl, çıksa gitse. İstəyirsən mi yanında qalmaq? Bəli, istəyirəm. Anan çağırır səni, gedərsən mi ananın yanına? Qızsız. Bir ağa. O anasının yanına gitsin, ben dediğimi derim. Ben dediğimi dedim. Aydın, getməsin anasının yanına. Yok. İndi ver mikrofonu ona, barı da özünü. Anan çağırır deyir, Şanaysız gəlsin. Bak bizə. Ana yoxsa Şanay? Ana yoxsa Şanay? Anası beni çağırıp. İlk sual, o deyil sual. Ana yoxsa Şanay? Məni böyüdən qadın. Ooo. Amil bəy, görürsün təsir göstərir. Əlini sıxır orada. Niyə? Şanay. Sıkmıram, sıkmıram. Sıxırsan. Sizdən ne sor? Səni zorla Şanay saxlayır mı yanında? Telefonu mənimdən alıb, şəxsiyyət vəsiqə mənimdən alıb, bir də Bir kartı vəsiqə var. alıb. Hətta ifirdə. Qulaq asın. Qulaq as. Hanı Qulaq as. telefonu şəxsiyyət vəsiqəsi? Ver mənə. Niye vermeliyim? Ver cəmaatın şəxsiyyət vəsiqəsini. Sən qanun pozursan. Sağ olun. Sən qanun pozursan. Arzuman məşğul olandan. Şanay gəlib. Şanay yaxşı otur, yaxşı əyləş. Ananın adı nədir? Əliyevə Naz xanım. Naz xanım gətirib. Şanayın biraz da təbii ki, psixologiyasında da bəllidir, amma Şanay çox yaxşı qızdır. Gözəl qızdır. Şanay deyir ki, göstərə bilirikmi Şanayı? Şanay deyir ki, gəl yaxına gəl Faris, gəl narahat olma, gəl. Şanay deyir ki, mənim neçə yaşım var? 24 mənimdir, 30-31 yaşında istəyirəm. Az bir dayan görək də, bir hələ bunu nə tez istədim bir da. Ne olur da sizə, nə olub, nə istəyirsən məndən Arzu? Nə istəyirsən məndən? Mən düzləri danışıram, düzləri, düz həmişə əyrini kəsin. Dağlara çıkar, laleler kirlenirse sirri yasamalar boylana, etirli topuzun Bəsdir. Ay xanım, bəsdir. Bəsdir, bəsdir. Gəl otur. Oy, başım ağrıdı. Mən də xeyr, halım istəşdi. Nə deyim vallah, nə deyim. Göndərli, Matanət Əsədova, Matanət yox, Mənəf, Manaf Ağayeva. Mənət yox, manaf, hə. Deyirəm, Can. imkan bir. Nə bilim, vallah. Bir daldan danış. Hə? Heç. Bəli, Məsələn, hansı yeməyi yaxşı pişirə bilirsiniz, deyin mənə. yemək pişirməyə gəlməliyəm bura. Onu özünüzə soruşdurmuşsunuz. Siz Pərviz, Damla nə versə sənə, təzdən ondan oxuyarsan? Nə versə? Aha. Mənə ancaq ideya vermək olardı, amma başqa fikir verə bilər. O da fikri ki, mən öz oxuduğum şeydə də fikri ideyanı mən verirəm. Yəni Damlada belə bir fikir ideya ola bilməz ki, mən razılaşa biləm oyundan oxumağa. Üzündə sən nə qədər çapığın var? Eynəkdə elə görsəndir. Eynəyim çatdaqdır bəlkə. Bu ümumiyyətlə Damla, sonra Türkan. Növbəti kim olacaq? Yan bir dənə baxım. Hədəf və kim tuş gələcək? Yan bir dənə baxım indi baxım bir dəqiqə. İşığı söndürək yoxsa? Baxım, yox. Nə ilə baxırsan? Qatıqla yoxsa noxudla? Yox, sizinlə baxmıram. Belə özüm baxıram. Özüm baxıram bax. Yox, hələ heç nə görmürəm. Ana şeylərlə sizi sevirəm. Allah sağ ol. Ay, ara öpürsən. Qara elə bu da yanından istifadə edib öpürü. O keçəl oğlan. Keçəl o. Saçı keçəlsən sən. Sən. Hə, gəl. Bu da yazıq baxır bizə. Rəşad da adı. Rəşad, sən də çox belə baxırsan bizə. Bax boynunu salmısan. Adam ürəyi ağrıyır. Harda işləyirsən sən? İşləmirsən? Bəli. Mən nə yeyirsən maşallah, mənim kimi toppuşsan. Bu nə yeyir belə kök olur? Neçə uşaqsınız? Tək uşaq. Tək uşaq. Atan-anan sağdır. Atam dünyasını dəyişib. Anan pensiyalı, anan pensiyasını giyirsən. Hadi get bir iş tap özvər.
Amma yazıqdır da. Niyə işləmirsən ay bula? Görən də qismət Allahdan. Ana qismət Allah oturtdu günübdür. Net işlə. O ananın pensiyasını hökumət ana üçün verir. Ay bala. 34 yaşında bir xəstəliyə indi də arında. Qulaq, ayrılım evlənəm almısan mı? Hələ 2 yaşın arasında evlənib də. Niyə ayrıldın? Niyə ayrıldın? Yaqın yazıq qız da qədər acı qalsın evdə. Allah da belə baxanda cəmat gəlib ki, ərə gedir ki, ay müəllim, bir çörək görsün, gün görsün. Səhv deyirəm. Düz deyirsiniz. Mən qadın olsaydım heç vaxt işləməyən kişiyə ərə getməliydim. Yaxşı ki, siz Allah qadın yaratsın. Allah üzümə baxın da, yəni getməzdim. 30 yaşında. Uşağınız var? Bəli, 5 uşağım var. Bir uşağınız var. 5. 5 uşaq. Oy 5. Nə oldu? Maşallah. Siz neçə yaşında getdiniz ərə ki, 30 ayrıldı 5. Hə, neçə yaşında getmişdiniz ərə? 21. Hə də düzdür. İnşallah 5 ildə 5 dənə uşaq var. Hə, hər biri sonra da kişi qovalayım evdən. Ay Gülnaz xanım, deyirəm bu 5 uşağın atası, bu uşağı sən dünyaya gətirdin. Əksinə sən gəlib bu kişinin ayağından möhkəm yapışaydın, sən əksinə kişini qovmusan evdən. Daha onlardan danışmayaq da Elgiz bəy. Kömək elədiyimiz insan bilməyək kimdir, nə kimdir. Mənəm də buradayam. Ne olar, bizim üçün maraqlıdır. Kişi sağdır. Bəli, sağdır. Arada görüşüb elirsiniz. Kişi evləndi. Kişi çoxdan evlənib. Uşaqlar var oradan, o qadından da. Bəli, bir uşağı var. Bir uşaq var cəmi. Gör sizi nə qədər sevir ki, sizdən 5 uşaq dünyaya gətir. O birisi qadını gör sevməyim ki, ondan cəmi bir uşaq dünyaya gətir. Səhv deyirəm. Düz deyirsiniz valla. Bu yazıq kişidir. Düz sürməlidir ki, 1000 kəlmə söz deyim, onun üstündə siz onu demişsiniz ki, qutardı. Siz hansı bürclənsiniz Gülnaz xanım? Boğa bürcü. İraq olsun. Nə oldu? Bəs var. İşlər var, bir də sonra konser versin. Amma ayrı Mən gitara çalacağım, oxuyacaq, oynayacaq. Pozitivli də qatacağam da, yəni pozitivli qatacağam. qatacağam. Oynayacaqsan, nə gözəl, nə gözəl. Ay saxla. Sənə kim deyirsə ki, sənin səsin var, Allah haqqı böyük günah iş görür. Allah'ın var sənin. Sənə yalan məlumat verir, başına dönərəm. Get əyləş. Müğənni olmaq üçün gərək mənim bir samballı sponsorum olsun. Bala sponsor tapmağa gəlmişsən bura. İşte məndir. Müğənni sponsor. Müğənninin ya özü mutlu olmalıdır, ya sponsor olmalıdır. Sən nə baxın? Qəşəng layihələr var, sponsorsa özümə taparam. Sənə niyə verirəm mən sponsorumu? İşinin gücünü art, bir hafta uzaq, Xaçmazdan buraya gəl ki, mən özümə sponsor. Nəyə? Ortada da heç nə yoxdur. Mən show biznes bazarına gizməlim. Bu sponsor gəlib sənə nəyə sponsorluq edəcək? Mən show biznes bazarına başqa cür girmək istəyirəm. İstəyirəm reklamım olsun. Hansı mənə klip çəkəcəklər? Demirsən mən oxuya bilmirəm? Öyrənəcəm də, oxuya bilmirəm. Oxuya bilirəm. Sadəcə mənə dəstək lazımdır. Sadəcə mənə dəstək lazımdır. Oxuya bilirəm, niyə oxuya bilmirəm ki? Hələ deyir, ortada deyir, öyrənəcəm də, sponsor axtarır. Deyirəm, niyə oxumağa deyir ki, hələ bu, hələ oxumağa öyrənəsin. Sonra oradan sponsor tapasın. Oxumağı bilirəm, Elgiz müəllim, siz oxuyun. Oxumağı bilirəm. Oxu görək. Pis oxusan çiliyəcəm səni, bax, deyirəm sənə. Kamandı kipriklerin oxdu Qaşın kamandı